Herkese salam. Time'in 8-ci sınavındayıq indi. Burada birinci situasiyadır. Deməli, dükandasan, nəsə alırsan və görürsən ki, satıcı nəsə səhv eləyibdir pulu hesablayanda. He's trying to give you more than it should be. Yəni ki, o sənə lazım olduğundan artıq vermək istəyir pulu. Yəni qalığı artıq qaytarmaq istəyir. Burada despite deyir ki, yəni bu to your advantage. Yəni sənin üçün xeyirli olsa da, yəni bunu sənə artıq qaytarması sənin üçün xeyirli olsa da, sən düşünürsən ki, ona xəbərdarlıq eləmək lazımdır. Ona görə də sən onu dayandırırsan və politely, yəni nəzakətli şəkildə deyirsən, o da A variantı olacaq ki, undercharged me, yəni siz məndən pulu az çıxdınız. Xahiş edirəm bu səhvi düzəldin. Yerdə qalanlarda məsələn Y variantı kobuddur, D variantı kobuddur. C variantını deyir ki, burada başqa cür dava gedir, deyir 3.90 deyir, 2.90-dır, yəni bu pul qalığı məsələsi deyil. B variantı da səhvdir. Burada da negativ bir şeydir ki, deyir sən 8 dənə şeyin pulunu çıxırsan, mən 7 dənə şey almışam. İki də situasiyadır, daha doğrusu dialoqda deyir ki, salam Robert, nə olub sənin üzünə şişmiş kimi görsənir? Deyir ki, bugün gedib dişimə plomba qoydurmuşdum. Cavity, yəni dişdəki boşluq filtdə doldurmaq, plomba qoydurmuşdum. Bu da nəsə deyir, o deyir ki, danışmaq istəmirəm, az qala ölmüşdüm. O deyəcək ki, B variantı, yəni bu deyir, plomba qoydururdum dişimə, yəni müalicə elətdirirəm. O deyir, ağrıtmışdı, deyir ki, bu barədə danışmaq istəmirəm. Öldürmüşdü mənə az qala, yəni ölürdüm də ağrısından. Deməli, ağrı barədə danışır deyə, bu barədə heç söhbət açmaq istəmir, çox pis hiss eləyirmiş. Burada aldadıcı ola bilər, məsələn, A variantı. Amma ki, A variantında deyir ki, dişlərinə, yəni xüsusi qayğı göstərməlisən, o da deməyəcək ki, bu barədə danışmaq istəmirəm. Ona görə də A variantının ikinci cümləsi elə bil uyğun gəlmir. İkinci cümləsi qoymur A variantı seçməyə, B variantı amma uyğundur. Yerdə qalana ümumiyyətlə baxmağa dəyməz, yəni ki, elə belə özünüz də görə bilərsiniz ki, uyğun gəlmir. Bəlkə E variantı da aldadıcı ola bilər. Deyir ki, məncə ən pis tərəfi keyitməkdir, amma keyitmə öldürməz axı, keyitmə yəni ki, ağrı hiss etdirmir əksinə. Ona görə də keyitmə o cür cavaba uyğun gəlmir bu söz. 3 də definitionlardır və burada cavab A variantıdır. Accomplish nail olmaqdır. To bring goal, conclusion görürsünüz, sonluğa çatmaq, məqsədinə nail olmaqdır. İkinci, chill, soyuqla əlaqədar sözdür, soyumaq, soyutmaq və s. Become cold but not freeze. Yəni dondurmamaq, amma soyutmaq. Üçüncüsü, recognize, tanımaq. O da olur, accept that something is legal, true or important. Yəni ki, nəyisə doğruluğunu, qanuni olduğunu qəbul etməkdir. Transmit isə yaymaqdır, yayım etməkdir. Burada da belə bir mənadadır ki, to pass disease, yəni xəstəliyi bir adamdan başqasına keçirmək. 4-də gəlirik bir dənə balaca paraqrafdır. Bu paraqrafda elə bir ki, böyük mətndən qoparılıbdır deyə mənanı dərk eləmək biraz çətin olur, amma çalışaq da görək nə alınır. Deməli, business diversity, yəni iş yerlərinin çox olması, fərqli olması, walking trips, yəni piyada yolçuluqla əlaqədardır. İndi necə açıqlayır? Yəni piyada nədir? Biznesdir. Yəni çoxlu iş yerlərinin olması nədir? Deyir ki, in a neighborhood, yəni yaxınlıqda, özünə yaxın yerdə, məsələn, evinə yaxın yerdə 4, 5 ya da daha artıq müxtəlif iş yerlərinin olması significantly increase, yəni nəzərə çarpacaq dərəcədə insanların, yəni orada yaşayan insanların piyada yeriməsini artırır. Bu nə deməkdir? This is burada bu cümləyə gəldik. Yəni true because of added convenience. Yəni bu rahatlığa görədir. Bu rahatlıq nə deməkdir? Yəni ki, bir adamın hansısa cəhətdən nəsə işi düşübdür. Nəsə gedib seçib almalıdır. Hansısa ustanın yanına nəsə aparmalıdır. İstər geyim olsun, maşın olsun və s. Ev əşyaları olsun. Təsəvvür eləyin ki, yaxınlıqdadır o yerlər və o yerlər yaxınlıqda olduğu üçün ora piyada getməyə üstün tutacaqsınız. Nəinki maşınla getməyə. Təbii ki, söhbət ağırlıqdan getmir də. Yəni bu da deyir ki, convenience, yəni bu rahatlıqdır da. Buna uyğun biz D variantını götürə bilərik ki, residents, yəni orada yaşayan sakinlər accomplish multiple routine errands, yəni ki, bir çox sayılı
günlük, məsələn, rutin işlərini in a single walking trip bir dəfəyə getməklə həll eləyə bilərlər. Və bununla da maşın sürməyi də azaldırlar. Yəni, hər şey üçün maşına ehtiyac olmur. Deyir, bir neçə dənə şeyi single walking tripdə eləmək də o demək ki, məsələn, bir neçə işin var və o işi bir dəfə elə görə bilərsən. Yəni, getdikcə, yeridikcə, məsələn, filan obyektə girə bilərsən, sonra o bir obyektə və beləliklə yəni, bir neçə günlük işini yerinə yetirib qayıdırsan evə və bununla da yəni, maşın sürməyə ehtiyacın olmur. Nəyə görə? Çünki bunların hamısı neighborhooddadır, uzaqlıqda deyil. Yerdə qalan variantlar, məsələn, Y variantı ümumiyyətlə yarımçıqdır, bilinmir də, yəni uşaqlardan söhbət gedir, amma bizim mətndə ümumiyyətlə söhbət, yəni uşaqlarla əlaqəsi yoxdur da. Yaxınlıqda biznes yerlərinin olması və ora gedib gəlməkdən söhbət gedir, rahatlıqdan söhbət gedir, maşın sürməyə hər dəfə ehtiyac olmamağından danışır. Sonra C variantında bu insanların yaşından söhbət gedir, blokun uzunluğundan söhbət gedir. Yəni bu da elə bir ki, uyğunlaşmır bizim mətnə. Sonra B-də ümumiyyətlə insanların sıx məskunlaşmasıdır. Bu da uyğun deyil. A variantında intersections, bu yol ayrıcıdır da. Bu da uyğun gəlmir bizim mətnə. Bir dənə D variantı mənasını açıqlayır. 5-də mətn qurmalıyıq və A variantı da burada cavab. Birincisi, ümumi bir fikirlə başlayırıq, 3-lə. Yəni, təhsil barədə kvalifikasiyanın, yəni sənədin olması indiki dövrdə çox vacibdir. Sonra 4 gəlir ki, they are essential for people, vacibdir onlar. Yəni, Z deyəndə kimi nəzərdə tutur? Nəzərdə tutur qualificationslar. Bu cəmə deyir Z əvəzliyi ilə davam edir söhbətə ki, yəni onlar insanları, yəni birbaşa yaxşı iş əldə eləməsinə kömək eləyir. Sonra 2 gəlir. Elə bu səbəbdən də, deməli, hansı səbəbdən söhbət gedir? Employment-dan söhbət gedir də, well-paid employment-dır. Bu səbəbdən bir çox valideynlər çalışır ki, uşaqlar schoolda yaxşı oxusunlar, nə bilim, imtahanları yaxşı versinlər və axırda bir nə yekunlaşdırır. Görürsünüz nəyə görə school vurğular? Çünki schooldan sonra gəlir burada university-yə ki, yəni bir çox valideynlər isə uşaqların hələ davam eləməsini də istəyir, university-də good degree almasına çalışır. 6-da cümlə quruq və B variantıdır. Deməli, deyir ki, government təmin eləyib 3100-dən çox ailəni nə ilə provide verib, viz gələcək, nə ilə solar powered lamps-la, yəni günəş enerjisini işləyən lampalarla və and 3 hand powered washing machines, yəni əllə işləyən yuyucu maşınlar, başa düşməyəm, o necə olur, hand powered washing machines. Bunların necə bir şey olduğunu internetdə baxmaq lazım, çox maraqlı gəldi. Hand powered nə deməkdir? O biriləri niyə götürmürük? Məsələn, A variantında deyir ki, familylər təmin eləyibdir government-i, səhvdir. C variantında deyir ki, lampalarla maşınlar təmin eləyibdir. Y variantında yenə də ailəni önə gətirib ki, ailə government-i təmin eləyib. D ümumiyyətlə səhvdir. Burada Mozəndən sonra rəqəm gəlməyibdir, gətirib lamps veriblər. 7-də biz cümləni deməli restate eləməliyik, parafraz eləməliyik. Onda da gərək çalışaq ki, cümlənin mənası dəyişməsin. Quruluşu, bağlayıcıları dəyişə bilər, amma məna olduğu kimi qalmalıdır. Burada deyir ki, citrus ağacları wide range of soils, yəni bir çox torpaq növlərində bitə bilər. Amma ki, well drained, yəni ki, yaxşı su keçiriciliyi olan da belə münbit, bir də slightly acid, biraz turşulu torpaq, indi onu hər halda bioloqlar zadlar daha yaxşı bilər, nə deməkdir? Yəni, turşulu torpaq növlərini most suitable, lap da uyğundur onlara. Bir çox torpaqlarda bitir, amma bu kimi olsa lap da uyğun olur deyir. Burada Y variantı düz gəlir. Burada görürsünüz, bat bağlayıcısı var, qarşılaşdırma mənası verir. İndi biz də onu zoyla vermişik ki, bir çox, baxmayaraq ki, citrus ağacları, well-drained, bir də slightly acid torpaqları daha çox sevir. Onlar, they do well in many other types too. Bir çox başqa torpaq növlərində də do well, yəni normal bitə bilər, yaxşı bitə bilir.
Görürsünüz, bax, məna eynidir. Bir çox torpaqlarda bitir, amma ən sevdiyi well-draineddir, bir də slightly acid olanlardır. Məsələn, A variantında deyir ki, onlar başqa torpaq növlərində yaxşı bitmir, səhvdir. Sonra B variantı deyir ki, bu ağaclar particular about the soil, yəni torpağa çox belə seçicidirlər torpağa qarşı, yəni hər torpaqda bitmir, bu səhvdir. Sonra burada C variantı deyir ki, bir çox yerlərdə bitə bilər, but soil must always be, yəni həmişə well drained olmalıdır. Bu aldadıcı ola bilər C variantı, amma burada always sözü pozur ki, yəni həmişə belə olmalıdır, belə olmasa yəni bitə bilməz də, belə çıxır mənası. Ona görə də bu səhvdir. Həmişə belə olmalıdır, yox, belə olması daha yaxşıdır demək istəyir cümlədə. D variantında isə deyir ki, burada well drained, bir də rather, burada slightly acid deyir, birazcıq. Yəni, amma burada rather acid deyir, o da ki, çox turşulu deməkdir, o da yəni səhv ifadədir. Həm də D variantında demir ki, başqa torpaq növlərində də bitir. D-də deyir ki, bu torpaq növləri o ən commondur, ən uyğundur ona. 8-də cümləni tamamlayaq. Deyir ki, bəzi ekspertlərə görə Indians, yəni Hindistanlılar, deməli, Turkish people'ların əcdadları olublar. Deməli, burada Virgin Island hissədə biz Turkish people'a təyin budaq verməliyik. Özü də bu təyin budaq Virgin-lə ayrılıbdır. Burada Virgin ayrılan hissədə yəni zət olmayacaq deyə A-nı çıxaq. People-u təyin, yəni təyin budaqda vot olmur, onu da çıxaq. Sonra without having seen that, bu təyin budaq deyil, bu zərflikdir, adverbial modifier'dır. Y variantı da lazımsız bir məlumatdır, Amerikan alfabetinin adı çəkilir. Sonra əcdadlardan danışırsa nəsə keçmişi açıqlamalıdır bizə. Burada Y variantında still use deyir. Yəni ki, Y variantı ümumiyyətlə cümlənin mənasına heç bir tərəfdən uyğun gəlmir. Yəni burada C olur ki, who were supposed to immigrate, yəni ki, bax bu Turkish people were supposed to immigrate, yəni güman edilir ki, immigrate eləyiblər northern regionlara, yəni şimali regionlara həmin dövrdə at that time. Yəni Turkish people burada xuyla təyin elədik ki, hansı, yəni Turkish descendantlar Turkish people'ların idi və həmin Turkish people'lar da migrate eləmişdi yuxarı northern region'a. 9-cu sualda bu bold-faced deməli, bax bu sözdür. Qalın yazılmış deməkdir. Bu qalın yazılmış sözləri antonim seçməliyik. Dense qalındır. Qalının da əksi thin olacaq. Nazik, seyrək. Bir də dropped yerə düşməksə pick up da qaldırmaqdır. İrtiqalanlara baxsaq, bu da thick qalındır. Sinonimdir. Skin depth səthi deməkdir. Light yüngül. Compact isə yığcam, compact deməkdir. Onların dense-in antoniminə heç bir əlaqəsi yoxdur. 10-cu da deməli, burada nəsə qoymalıyıq ki, complement-lə birləşə bilsin və bu hazır birləşmədir. Pay compliment, yəni tərif söyləmək. Və cümlənin mənası bu olur ki, Jack gəncdir, o müstəqil düşünmək istəyir, yəni öz şəxsi fikirlərini yürütmək istəyir, ona görə də başqalarına kompliment yağdırmaq fikri yoxdur. 11-də atalar sözü qoymaq deyir ki, assignment, yəni hansısa bir tapşırığını yazanda rush through, yəni ki, tələsmə. O işi bitirməkdən tələsmə və yadında saxla ki, haste makes waste, yəni ki, tələsən təndirə düşər. Yəni, tələsik işin axırı pis olar, hədər olar. 12-də biz sinonimlər seçməliyik və burada commence, bir də launchdır sinonim. İkisi də hansısa işə başlamaq deməkdir. Hansı işə açılış etmək. Və cavab olur C variantı. O birilərdə, məsələn, haya işə götürməkdir. İşə, məsələ, problem nəşr etdirmək və s. kimi bir neçə mənası var. Enhance isə gücləndirmək deməkdir. Və yaxşılaşdırmaq, müsbət mənada işlənən bir sözdür. Yəni, nəyisə daha yaxşı etmək, yüksətmək, önə çəkmək mənasında. 13-də phrasal verbləri yerinə qoymaq və burada cavab C variantıdır. Çox asandır bunu seçmək. Birincidə deyir ki, onun daha bir şansı da oldu və o istəmirdi ki, yenə də nəsə, deməli bundan əvvəl şansı olubdu və o şansı elə bir ki, batırıbdı da, istifadə edə bilmək. İndi deyir ki, yenidən həmin problemi təkrarlamaq istəmir də. O da mess up-dır. Mess up, yəni ki, korlamaq. Daha bir şansı əlinə düşdü, daha bu işi korlamaq istəmirdi. Yəni
səmərəli şəkildə istifadə etmək istəyirdi. İkincidə isə qoyuruq beat up və mənası budur ki, yəni özünü öldürmək, özünə əziyyət vermək nəyəsə görə, özünü günahlandırmaq və s. O deyir ki, onlara denən ki, sən artıq etmək istəmirsən bunu, özünü buna görə öldürmə, yəni ki, özünü nəyəsə görə günahlandırma, özünü buna görə məcbur hesab eləmə və s. Üçüncüdə keep on going, yəni ki, davam elə və heç vaxt nə eləmə, give up, heç vaxt yəni tutduğun məqsəddən imtina eləmə. 14-də bu bold-facedlərin equivalentini, yəni ki, sinonim tapmaq lazımdır və burada A variantı olur. Yəni welfare rifahdır, yəni ki, yaxşı həyat mənasındadır. Well-being də elə o deməkdir, kiminsə rifahı, xalqın rifahı, yəni ki, yaşayışının səviyyəsi müsbət mənada. Comprehensive isə hər tərəfli deməkdir, hər şey daxil deməkdir. O da all inclusive, yəni hər şey daxil, hər tərəfli. Yerdə qalanlara baxaq. Burada ill-being, yəni ki, əksinə, onun əksidir də, mənfi sözdür, onun sinonim ola bilməz. Safety təhlükəsizlikdir, amma welfare kimi sinonim mənanı vermir. Health sağlamlıqdır, welfare isə hər tərəfli mənadadır, ancaq sağlamlıq deyil. Unsoundness isə o da mənfi sözdür. Məsələn, belə bir ifadə var, safe and sound, yəni sağ-salamat da, orada səs mənasında deyil də. İndi bu da həmin soundun əksidir də, yəni ki, salamat olmayan, pis vəziyyətdə olan deməkdir. 15-də deyir ki, correctly olan subject-verb agreement seçmək, o da C variantıdır. Fikir verin. Cümlənin mübtədası genutdur, amma bir dənə genut, iki dənə genutdur. Swimming in the sea and walking in the forest, yəni iki dənə genutdur və bu iki dənə genut adla birləşibdir və ikisi də ayrı-ayrı activity-ni bildirir. Tamamilə fərqlidir və bir-biri ilə əlaqəsi olmayan iki dənə məfhum nəzərdə tutulur. Ona görə də cəm vermək doğrudur. A variantında fikir verin, the rest hissə bildirən sözdür. Yəni kəsir sayı kimi bir şeydir və onun da bu kəsirdir, hissə bildirən sözlərin uzlaşması isimdən asılıdır. Vehicles cəmdirsə həzz ola bilməzdir. B-də deməli together with her children, burada həm belə eləyə bilərsiniz ki, yəni mübtədanın əlavəsidir, bunu çıxırıq, əlavə sözdür. Əsas bizim mübtədamız madədir. Həm də belə bir şeydə tətbiq edə bilərsiniz ki, sözünüdən əvvəlki söz uzlaşır. Sözündən əvvəl madədir, təkdədir, ar olmamalıdır. Bunlara çıxdıq. D variantında Adidas deməli geyim markasıdır. Cəm kimi görünməyinə baxmayaraq bu bir anlayışdır. Ona görə də ar yox, iz olmalıydı burada. Və Y variantında deməli DiCaprio nə idi? Leonardo da Vinci'dən danışır və bu yəni Leonardo da Vinci burada cümlənin üzvünün əlavəsində vergüldən ayrılıb, bu heç. Yəni burada biz yenə də Da Vinci-ni nəzərdə tuturuq ki, engineer idi və scientist idi. Yəni ki, bir insanın iki dənə indi peşəsi var imiş da və bu cür nəzərdə tutulanda fikir veririk ki, artikel neçə dənədir. Bir dənə artikel olursa, təbii ki, bilirik ki, bir adamdan danışırıq. Yəni burada onsuz da bilirik ki, Da Vinci-dən danışırıq. Amma lap da Da Vinci'nin adı burada olmasaydı artikla fikir verərdi. Əgər burada da ayrıca artikl olsaydı, onda bilərik ki, biri engineer idi, biri scientist idi. Yəni iki insandan söhbət gedirdi. Onda cəm götürərdi, amma burada bir dənə artikldir, deməli bir insandan söhbət gedir deyə burada ar yox, iz olmalıydı. 16-da gəldik current sözünə və bunun definition istəyir. Bu current-ın da bir çox mənaları var. Məsələn, sifət kimi hazırki, cari, indiki mənasını verir. Məsələn, bax, bu B variantında hazırki, indikidir. C variantında da hazırki, indiki, cari mənasındadır. Bunu çıxırır. Çünki bu cümlədə current, yəni sifət kimi yox, isim kimi işlənibdir. Həm də cümlənin mənasından görünür ki, hazırki, cari mənasında deyil. Sonra bir mənası da suyun axını deməkdir. Amma cümlədən görürük ki, suyun axınını nəzərdə tutmur. Sonra bir də cərəyan mənası da var. Elektrik cərəyanı mənasındadır. Yəni cərəyan axını. Yəni belə baxanda kökü eyni yerə gedib çıxır, amma cümlədə işləməsinə görə D variantı uyğundur. Burada düşüncə, fikir axını, yəni hal-hazırda fikirlər nə vəziyyətdədir? General current of opinion, yəni hal-hazırki ümumi düşüncə belədir ki, public spending-də drastic cuts-lara qarşıdır. Yəni, dövlət xərclərindən söhbət gedir və bu dövlət xərclərində drastic cuts olubdur, yəni dəhşətli dərəcədə azaldılma, yəni kəsirlər eləyiblər və ictimaiyyətin düşüncəsi budur ki, onlar yəni buna qarşıdırlar. Yəni, ictimai düşüncə. Yəni, D variantında da onu açıqlayıbdır.
17-də düzgün sualları seçməliyik. Burada fikir verin. 3 yanlışdır. Deməli bu would consult-dır da. Would consult. Bu d-nı would kimi açırıq. Burada had kimi aça bilmərik. Çünki had olsaydı onda participle to gələrdi ki, had consulted. O id yoxdur orada. Və 5 də səhvdir. Çünki I suppose, I think kimi başlıqlar olanda onda biz onu məncə kimi götürürük. Yəni o bizə lazım olmayan hissədir. Əsas hissə olur ikinci tərəf. She is not right. Is she belə olmalıydı. Daha burada I hissəsinə önəm verməməliyik. Və 3-5 çıxmaqla 1-2-4 qalır. Yəni onlar düzdür. She can really, görürsünüz negativdir. Ona görə ayrıcadan sonra can she. 2-də help me, yəni əmr cümləsidir ki, orada əmr cümləsinin ayrıcısı da müxtəlif modallarla verilə bilər ki, mənə kömək et. Can you edə bilərsənmi? Əmr cümləsində təsdiq, inkar təsdiq verməyə ehtiyac yoxdur. 4-cüdə də ki, I am və onun ayrıcısı da aren't I və ya am I not ola bilər. Və belə götürdük. 18-də bizə deməli deyir ki, reportu da çevirək və burada nida görürük və nidaları da çevirəndə nidanın mənası necədirsə, o formada bir feil verməliyik. Məsələn, xoşbəxtlik nidası olsa, xoşbəxtlik bildirən, mənfilik bildirən nidası da mənfi bir feil verməliyik. Burada da Alice, yəni ki, təəssüfü, qorxunu, yəni negativ emosiyanı bildirən nidadır. Ona görə də biz mənfilik bildirən bir şey qoymalıyıq. Həm də keçmişdədir. Burada are verilibdir. Ona görə də bu arı da dəyişib keçmişə qoymalıyıq. Burada fikir verin. A variantında birincisi bu Alice mənfilik bildirir. Burada delight xoşbəxtlik deməkdir. Onu çıxırıq. Həm də burada arı dəyişməyib. Burada ona görə çıxırıq. Sonra B variantı düzgün cavabdır. Çünki sonra qəmli şəkildə nə bilim, qorxu içində exclaim elədi ki, bizim bəs rəqibimiz çox güclüdür. Burada word-ə uyğunlaşıbdır deyib. B variantı doğrudur. C variantında disapproval, burada are səhvdir, onu çıxırıq və D variantında ask cümləsi deyil, onu da çıxırıq. Yəni sual cümləsi deyil ki, neyinirik askı. Y variantında isə arzulamaqdır, amma əksinə bu cümlədə arzu mənası yoxdur. 19-da subject clause-ları tapmalıyıq. Yəni mübtəda budaq cümləsidir. 1 2 3 burada mübtədadır. 4 5-i də çıxaq. Baxın, birincisi bağlayıcı olan tərəfdən kəsirik, baş cümləni ayırırıq. 4-cüyə baxıram ki, zət gəlibdir. Bax, bu zətdən kəsdim. Zətdən o tərəfə budaq cümlə gəldi. That they are going to be late. Bu bizim budaq cümləmizdir. İndi baş cümləyə baxaq. It seems. Seems nə deməkdir? Link verbdir. Və link verblə cümlə bitir, sonra budaq gəlir. Link verbdən sonra budaq gələndə bu adlanır xəbər budaq cümləsi. Çünki link verb yarımçıq xəbərdir. Bu yarımçıq xəbəri biz doldurmalıyıq yerini, tam eləməliyik. Ona görə də xəbər budaq cümləsi işlədir. Bu xəbərdə bu getdi və 5-cidə də zətdən yenə də kəsirəm. That they are sure that this problem cannot be solved. Yəni burada zətdən sonra başqa bir budaq da gəlir, o vacibdir. Bizdə həmişə birinci budaq göstərir ki, bu nə budaq cümləsidir. Həmişə birincidən tutmalıyıq da. Və bu budağı ayırdım. İndi başa baxıram. The fact is. The fact mübtədadır. Is nədir? Link verbdir. Yarımçıq xəbərdir. Yarımçıq xəbər nə deməkdir? Yəni biz o yarımçıq xəbəri doldurmalıyıq həmin o xəbər budaq cümləsi ilə. Bu doğduğun xəbər budaq cümləsi. 4-5 getdi, 1-2-3 qaldı. İndi təsdiq edək ki, 1-2-3 mübtəda budaq cümləsidir. Birincidə zətdən, yəni bağlayıcıdan kəsirəm. That John took after her father. Bu bizim budaq cümləmizdir. İndi gəlib baş cümləyə baxaq. It is obvious to all. Is obvious. Tam xəbərdir. Görürsünüz, link verb tək başına deyil ki, link verb gəlib sifətlə birləşibdir. Tam xəbər yaradıbdır da. Is obvious. Bu tam xəbərin qabağında nə görürük? It, şəxssiz mübtəda. Şəxssiz mübtəda nə üçün işlənir? Buraxılmış mübtədanın yerini doldurur. Mübtəda buraxılıbsa, deməli bu mübtəda budaq cümləsidir. Çünki o budaq cümləni belə tərsinə sol tərəfə çevirsək, mübtədanın yerini tutacaq. 2-yə baxırıq. How we remember, what we remember and why we remember. Form fikir verin. Burada çaşıb from kimi oxumayın. Bunun formdur və xəbərdir. Formalaşdırır filan şeylər. Yəni bizim necə xatırlamamız, nəyə xatırlamamız, niyə xatırlamamız formalaşdırır bizim individuallığımızı. Belə də cümlə. Form nəyi? The most personal map of our individuality. Burada artıq budaq cümlə əvvəl gəlib. Çünki bağlayıcılara baxın. How, what, why, bunlar bağlayıcıymış da, prosta çevrilib də sol tərəfə budaq cümlə. Bu budaq cümlə bitəndən sonra nə gəlir? Baş cümlə. Mən görürsünüz form feilindən budaqla başı kəsdim. Və mən baş cümləyə baxanda form, the most personal və s. getdi.
Deməli, bu budaq cümlə dayanan kimi baş cümlənin nəyi gəldi? Xəbəri gəldi. Baş cümlənin xəbəri gəlib, amma baş cümlə mübtədasını görmürəm. Deməli, bu budaqlar həmin mübtədanın yerini tutur. Mübtəda budaq cümləsi bu formada işlənəndə, yəni əvvəlcə mübtəda budaq cümləsi, sonra baş cümlə gələndə, onda elə bil ki, onları ayırmaq və tamamilə ayrı formada işlətmək mümkün olmur. Çünki həmin budaq cümlə mübtədanın yerini tutur. Və biz o budaq cümləni silib atsaq, baş cümlənin xəbəri tək başına, yalqız qalır orada. Görürsünüz, burada form xəbəri tək qalıbdır, mübtədası görünmür. Deməli, bu mübtəda budaq cümləsidir. 3-ə baxırıq. That they can speak like a politician. Görürsünüz, Z bağlayıcı ilə başlayıb, deməli, budaq cümlə ilə başlayıbdır. Deməli, baş cümlə sonra gələcək. Surprises. Bax, burada baş cümləni kəsdim. Əvvəlcə budaq cümlə, sonra baş cümlə gələndə görəcəksiniz ki, baş cümlənin xəbəri ilə başladı. Surprise everyone. Baş cümlənin xəbərini görürüm, amma mübtədasını görmürəm. Deməli, bu elə mübtəda budaq cümləsində that they can speak like a politician bütövlükdə mübtədanın yerini tutubdur. Oldu mu mübtəda budaq cümləsi? Yəni 1, 2, 3 oldu cavab. 20-də deməli bizə mürəkkəb cümlə veribdir. Kompozit deyəndə ümumiyyətlə mürəkkəbdir, fərqi yoxdur. Tabeli mürəkkəb olsun, ya tabisiz mürəkkəb olsun, hamısı kompozit kimi gedir və biz onu simple, yəni sadə cümləyə çevirməliyik. Və burada ən vacib şey nədir? Əgər bizə mürəkkəbdə, yəni bir neçə mübtəda xəbər veribsə, biz elə variant seçməliyik ki, orada yalnız bir mübtəda xəbər olsun və yerdə qalan hissələr sadəcə söz birləşməsi şəklində verilsin. Yəni başqa mübtəda xəbər iştirak eləməsin burada. İndi cümləni oxuyaq. Deyir ki, since early hunters ate the flesh of animals and clothed themselves in their skins. Burada görürsünüz, since var, amma keçmiş və plus indiki bitmiş falan belə birləşmə yoxdur. Deməli, since burada zaman bağlayıcısı deyil. Burada səbəbi bildirən bağlayıcıdır. Yəni ki, ilkin zamanlarda keçmişdə bu hunterlər, yəni ki, keçmişdəki insanlar da belə deyək, nə deyirdilər onlara? Yəni, ovçular da bir sözlə, heyvanları ovlayanlar bu heyvanların ətini yeyib və dəriləri ilə özlərinə geyim düzəltdiklərinə görə onlar gradually, tədricən həmin bu some species, bəzi heyvan növlərinin tükənməsinə, yox olmasına səbəb oldular. Yəni, bax, burada since görə, bax, bu bağlayıcı bizə vacibdir. Deməli, səbəbi bildirməliyik və gradually sözü tədricən, yəni bunu da ola bilsin ki, dəyişsin. Extinction sözünə fikir verməliyik ki, yəni məhv olublar bəzi heyvan növləri. İndi burada oxuyuruq ki, A variantı uyğun gəlir. Eating the flesh of animals and clothing themselves in their skins. Yəni, burada eating görürsünüz, vergüllə ayrılan hissədir. Vergüllə ayrılan hissədə mübtəda xəbər yoxdursa, biz orada participle one-dan işlədirik ki, yəni heyvanları yeyərək və özlərini onların dəriləri ilə geydirərək early hunters, yəni ilkin insanlar the extinction, yəni ki, bəzi heyvan növlərinin little by little, yəni az-az, tədricən bu heyvan növlərinin məhv olmasına contributed. Deyəsən, bu söz eyni ilə işlənib. Hə, eyni ilə işlənib ki, yəni buna səbəb oldular. Yerdə qalanlara baxaq. Məsələn, B variantında görürəm ki, early hunters contributed bir mübtəda xəbərdir, sonra they ate ikinci mübtəda xəbərdir. Bu artıq sadə cümlə deyil. Amma A variantına baxın, yalnız hunters və contributed mübtəda xəbəri var, başqa mübtəda xəbəri yoxdur. Birinci hissə, yəni eating hissəsi söz birləşmələrindən ifadə olunubdur. Sonra C variantında da mən görürəm ki, hunters ate var, they were var. Bu da mürəkkəb cümlədir. D variantı da mürəkkəb cümlədir. Fikir verin. Early hunters nə edirdilər? Ate edirdilər, which led. Bu da mübtəda xəbərdir. Yəni ki, bax, bu nisbilər var. Ha? Nisbilər feillə birləşəndə nisbə ilə özü mübtəda olur və onun yanındakı feil də onun xəbəri olur. Yəni, bu da mürəkkəb cümlədir. D variantında ümumiyyətlə despite bağlayıcısı yanlış işlənibdir. Çünki bizə səbəb lazımdır. Since. Çünki yediklərinə görə, öldürdüklərinə görə kəsilibdir nəsilləri. Amma burada qarşılaşdırma bağlayıcısı verilib, o da bizə qətiyyən lazım deyil.
21-də biz idiomlara, cümlələrə qoymalıyıq və burada feed, hang in there, yəni biraz da gözlə, biraz da səbr et deməkdir. O da elə çox rahatdır, A variantına uyğun gəlir. Elə 2A olan ancaq D variantıdır. Deyir ki, bəzən in the middle of a term, yəni termin ortasında, yarım ilin ortasında hər nədirsə, yəni işlər çətinləşə bilər. Yəni işin ortasında hər şey çətin ola bilər. Amma deyir, biraz da səbr et, hər şey yaxşı olacaq. Sonra the media bizi daim gossip və speculation ilə beynimizi doldurur. Bu da feed somebody, yəni ki beynini doldurmaq, nə bilim, lazımsız məlumatlar çoxlu ötürmək, bax bu deməkdir. Və keep an eye on, yəni kiməsə göz qoymaq, diqqət eləməkdir. O da C variantıdır ki, qardaşına diqqət elə, mən evdə olmayanda. 22-də zamanları qoymalıyıq və çox rahatlıqla da D variantı tapılır burada. İndi bildiriş getsin, baxaq. Aha. Burada birinci hissədə ego, yəni 3 gün əvvəl deyir gəlib çatıblar. Bu birbaşa keçmiş sadə zaman göstəricisidir. Gəlin bu keçmiş bitmişi çıxaq, bir də indiki bitmişi də çıxaq. Bax bunlar getdi. Sonra deyir ki 3 gün əvvəl gəliblər və next Sunday çıxıb gedəcəklər. Yəni burada nəsə gələcəyə uyğun bir şey qoymaq. Will live-i saxlayaq, will live-i saxlayaq, are going to live-i də saxlayaq. Çünki bunların üçü də gələcəyə bildirir. Sonra by the time they leave, onlar çıxıb gedənə qədər söhbət görünür ki, gələcəkdən gedir, çünki next Sunday-də gedir və by bitmişin göstəricisidir. By the time ifadəsi ya gələcək bitmişin göstəricisi kimi işlənir, ya da keçmiş bitmişin. Və təbii ki, biz görürük ki, onların çıxıb getməyindən söhbət gedirsə, onlar gələcəkdə çıxıb gedəcəklər. Deməli, axırıncı boşluqda gələcək bitmiş olmalıdır. Bax, burada yoxdur, sonra burada yoxdur, amma will have spent, bax bu düzdür. Yəni cavab olur D variantı. 23-də bizə sadə cümlələr veribdir və biz onu kompozit eləməliyik, yəni mürəkkəbə çevirməliyik. Kompozit deyəndə fərqi yoxdur. Tabeli mürəkkəb ya tabesiz mürəkkəb, əsas odur ki, mürəkkəb olsun. Yəni kompozit ümumi başlıqdır mürəkkəb cümlələr üçün. Deyir ki, there is a lack of financial resources, yəni ki, pul çatışmazlığı var. Və deməli bu construction işi gedir. Bu construction işi bitməyəcək deyilən vaxta qədər. Nəyə görə bitməyəcək? Financial resursların çatışmazlığına görə. Deməli burada səbəb var. Səbəb var ki, filan şeyə görə, filan şey olduğuna görə filan vaxta qədər bu iş bitməyəcək. Mürəkkəb cümlə seçməliyik. Burada fikir verin. Notwithstanding qarşılaşdırmadır. Bizə qarşılaşdırmaq səbəb budaq cümləsi, yəni nə bilim, səbəb əlaqəsi lazımdır cümlələr arasında. Və notwithstanding-lə despite qarşılaşdırma bağlayıcılarıdır deyə qarşılaşdırma əlaqəsi bizə lazımdır. Bizə lazımdır səbəb nəticə əlaqəsi. Onu çıxdıq. İndi A'ya baxırıq ki, owing to the lack of, görürsünüz oxuyanda çox gözəl səslənir, düzdürmü? Adama çox xoş gəlir, amma ki, bu mürəkkəb cümlə deyil. Çünki owing to tərəfində deməli sadəcə söz birləşməsidir və construction will not be complete, bu bir dənə mübtəda xəbərdir. Yəni bu sadə cümlədir. Sadə cümlə olduğuna görə biz onu götürə bilmirik. Eyni ilə də B variantı. Due to the lack of, görürsünüz, oxuyanda adama çox xoş gəlir. Elə bilirsən ki, nə lazımdır onu tapmısan. Amma ki, bu sadə cümlə, çünki bu isə söz birləşməsinin ifadə olunubdur. Bu fraza şəklindədir. Burada mürəkkəb cümlə yoxdur. Mübtəda xəbər yoxdur bu hissədə. Mübtəda xəbər yalnız bir dənədir, yenə də constructiondur və will not be onun xəbəridir. Və bunların hamısı ikisi qarşılaşdırma oldu, ikisi sadə oldu. Y variantı düzgün cavabdır. The construction will not be completed within the said time. Burada görürsünüz bir hissəni veribdir ki, tamamlanmayacaq. As long as, nə qədər ki, there is lack of financial resources. Yəni görürsünüz, as long as nə qədər ki deməkdir və səbəbi də burada bildirilir ki, nə qədər ki financial resurslar çatmır, deməli iş də filan vaxta qədər bitməyəcək. Və 2 dənə mübtəda xəbər var. Construction tərəfdə bir mübtəda xəbər var. There is, bu da ikinci mübtəda xəbərdir. Bax burada there is a lack of, bax bizim ikinci mübtəda xəbərimizdir. Yəni ki, mürəkkəb cümlə tapdıq. Həm də hardan bilir ki, mürəkkəb? Yenə də as long as-dan sonra mübtəda xəbər gəlməlidir. Amma owing to-dan sonra mübtəda xəbər gəlmir. Çünki to özündən sonra bir üzv tələb edir.
sonra da due to, o da özündən sonra bir üzv tələb edir. Fact zəti olsaydı, fact zətdən sonra mübtəda xəbər gələ bilərdi, amma burada fact zət falan belə şey yoxdur. 24-də düzgün nidaları axtarmalıyıq. Birinciyə baxırıq. What a cute polar bear cub. They are yox. Cubdan söhbət gedir. Yəni ayı balası təkdədir deyə it is qoymalıydıq. Yəni bir gedir. What a colorfully painted picture it is. What olan cümlədə, yəni picture, sonra it is mübtəda xəbəri gəlibdir. Yəni evi ki, 2 dənə mübtəda iştirak eləməlidir də. Deməli, picture-dən qabaq painted sifəti gəlib, sifətdən də qabaq colorful zərfi gəlib və picture isminin artiklı da ən önə keçir. Burada zərfin işləməsində problem yoxdur. How accurate she does it. Bu da düzdür. Çünki fikir verin, how olan cümlədə bir mübtəda olmalıdır. She does. Burada it başqa mübtəda deyil, həm də inversiya deyil. She-nin does-ıdır bu və does da təsiri feildir. Edir nəyi? It. Bunu. Yəni bu burada it sadəcə obyektdir. Yəni təsiri feilin obyektidir. Burada problem bilirsiniz nədir? Do hərəkətli feildir. Bu hərəkətli feilə də zərf lazımdır. Yəni burada accurate yox, accurately olmalıydı. Yəni buna diqqət eləmək lazımdır. Ona görə 3 gedir. What a frequently asked question it is. What olan cümlədə question var, sonra başqa mübtəda xəbəri gəlibdir. Question uyğun olaraq it işlənibdir, düzgündür. Inversiya yoxdur. Question-dan qabaq asked təyini gəlibdir. Təyindən öncə təyin edici kimi zərf gəlibdir və question-ın artiklı da ən önə keçibdir. Problemi yoxdur və 5-ə baxırıq. How incredibly bad these flowers smell. Deməli, how olan cümlədə bir mübtəda xəbər olmalıdır, ikinci mübtəda olmamalıdır. Flowers və onun xəbəri də smell. Bu smell feili link verbdir deyə sifətlə işlənməlidir. Yəni the flowers-a görə this. Bu nə ilə bir şey hesab eləyək? Bunlar ayrılmır onsuz da. Smell-ın sifəti hardadır? Bad. Bu bad sifətdir və sifətdən öncə təyin edici kimi nə gəlir? Zərf. Incredibly bad. Yəni incredibly smell-a aid deyil. Bad smell-a aiddir. Yəni smell-ın tələb elədiyi sifət həmin o baddir. Və sifətdən də öncə badin təyin edicisi kimi zərf gəldi. Incredibly bad. Yəni burada da problem yoxdur. Cavab olur 2, 4, 5, B variantı. 25-də düzgün inversiya axtarmalıyıq və burada deməli düzgün cavab baxaq. D variantıdır. Were she to know Japanese, she would have to be employed in that company. Burada ki if cümləsi imiş, if atılıbdır və were keçib onun yerinə. Ifli cümlələrdə inversiya if tərəfində baş verir, if atılmaqla. Amma digər tərəfdə, yəni baş cümlədə heç bir inversiya olmamalıdır. Burada da hər şey öz yerindədir. Yerdə qalanlara baxaq. A variantına baxırıq. If atırıb should keçib onun qabağına, baş cümlədə will you-dan qabağa keçməlidir. Bu çıxdı. Sonra B variantında were Kate to win $1 million. Were Kate to win olmalıdır da. Çünki bilirsiniz, to be to ifadəsi kimi olsaydı, burada əgər yerinə qaytarsaq, if Kate were win, belə olmazdı. If Kate were to win, burada to çatışmır. Həm də ki, burada doesn't da səhvdir. Çünki fikir verin, unreal condition-a düşüb deyə were, would və doesn't yox, didn't. Like she didn't know us. Yəni burada 2 dənə feildə problem var və C variantına baxırıq. If inversiyasında not keçmir. Ancaq had keçir və ya hansısa keçir, not öz köhnə yerində qalmalıdır. Bax belə, had I not known it before, belə olmalıdır. Y variantında should it rain olmalıdır. Çünki S lazımdır. Should özündən sonra bare infinitive tələb edir də. S nəyə lazımdır ki orada? 26-da biz düzgün redaction olmuş hissə qoymalıyıq. Burada baxırıq. My employee insists on. On, söz önlü. Söz önlü nə tələb edir? Gerund. To lazım deyil. Zətlər lazım deyil. Çünki insist zət olmalıydı. Insistdən sonra zət gəlirsə, on söz önlüsünə ehtiyac yoxdur. Yox, əgər on söz önlüsü gəlirsə, onda zət kimi verməməliyik. Yəni, mübtəda xəbəri yox. Mübtəda xəbəri yox. Gerund birləşmələri verməliyik. Burada da ya haven't been early tomorrow ya da being early tomorrow götürmək istəyir gerunddur. Burada tomorrow görür ki, hələ gələcəyə aiddir.
bu keçmişdə qalan ifadə deyil ki, ona görə də perfect lazım deyil götürmək. Bu perfect gerund keçmişə aid situasiyalarda işlənirdi. Bu situasiya da sabah olacaq. Ona görə də sadə formada gerund götürür. Being early tomorrow. Insist on being early. Əgər on olmasaydı deyə bilərik ki, my employee insists that we be early tomorrow və ya insist that we should be early tomorrow. Yəni bu that-lə should ya ikisi də ola bilər, ya ikisi də ixtisar ola bilər. Ya biri işlənib, biri itə bilər. Belə 10-cu sinifin arxasında da var. 4 dənə versiyası var bunun. Elə bil ki, that, bir də should. Ya ikisi də ola bilər, plus. Ya ikisi də ixtisar oluna bilər, minus. Ya that qala bilər, should ixtisar oluna bilər, ya should ixtisar olunub, that qala bilər. Bu 4 versiyanın 4-ü də eyni şeydir, heç bir şey də dəyişmir cümlədə. 27-də düzgün conjunctionları qoymalıyıq və burada düzgün cavab A variantı olacaq. Yerinə qoyaq. Birinciyə, deməli, onlar bu hər nədirsə, yəqin qiymətli daşlardan söhbət gedir. Çox bahalıdırlar. They are quite hard to find. Yəni onları nadir halda tapılır. Yəni bahalıdır çünki az tapılandır. Yəni bura çünki qoymaq, o da sincedir. Bilir ki, since'in yəni səbəb mənası var. Çünki. Və ya elə cümlələr olur ki, onu görə kimi də tərcümə edirik. Yəni onlar az tapıldığına görə çox bahalıdırlar. Sonra baxın, 3-cü cümləni tapmaq lap asandır. Burada so many tərəfi var, bir də so few. Bu cür əks mənalı sözlərdir. Yəni görürsünüz, qarşılaşdırma olacaq da. Orada yet qoyacaq. Çünki yetin belə bir xüsusiyyəti var ki, tərəflərdə əks mənalı sözlər işlənəndə rahatlıqla qoymaq olur. So many questions and yet so few answers. Bu qədər suallar və bu qədər də az cavab. Yəni burada və kimi tərcümə, yeti tərcümə etməyə də ehtiyac yox. Çünki cümlənin mənasından bilinir ki, artıq bir tərəfdə many, bir tərəfdə few olduğuna görə bilinir ki, onsuz da qarşılaşdırmadır. Və belə də deyə bilərik ki, bu qədər çox sual var, amma yenə də bu qədər az cavab var. Ortada bu qədər az cavab var. Sonra 4-cü cümləni tapmaq da çox rahatdır. Yəni provided that belə bir bağlayıcı var. Yəni provided adətən öz yanında elə bil that-i götürür. Ona görə də onu ora qoymaq çox asan olur. Yəni 4-də də A qoyuruq. Və gəldik 2-ci cümləyə. Yəni bunları birbaşa bunları üzünə baxan kimi tapmaq asan idi deyə onu əvvəlcə dedim və 2-ci cümlədə deyir ki, mən kömək etmək istərdim. Burada deyir ki, vaxtım yoxdur. Demək başa düşürük ki, kömək etmək istəyirəm, amma vaxtım yoxdur kömək eləməyə. Yəni tərəflər arasında nə var? Qarşılaşdırma əlaqəsi. Orada da götürəcəyik while. While da ki, adətən halda kimi tərcümə olunur. Halda kimi tərcümə eləyəndə çox rahat belə oturur cümləyə. Kömək etmək istədiyim halda əslində vaxtım azdır. Amma bəzən də cümlə oturmur. Yəni burada nəsə xoşuma gəlmədi cümlənin tərcüməsi. Belə də deyə bilərik ki, kömək etmək istəsəm də vaxtım yoxdur. İndi bax deyə bilərsiniz ki, yet də qarşılaşdırma əlaqəsi yaradır da. Məsələn, ikinci cümləyə niyə yet qoymayacağıq? Çünki yeti qoymaq üçün əvvəlcə gərək elə bil birinci fikri söyləyəsən, sonra ikinci fikirlə birinci fikir arasında yet qoyasan. Amma burada yeti cümlənin başında qoymaq olmur. Yəni əvvəlcə bir cümlə deyirsən, sonra yet, sonra ikinci cümləni deyirsən. Yet bu cür iki cümlədən öncə gəlmir. Amma while-ın belə bir xüsusiyyəti var ki, o qarşılaşdırma mənası yaradanda öncədə də gələ bilər iki cümlədən əvvəl və ya ortada da gələ bilər iki cümlənin ortasında. 28-də suppositional modu seçmək. Suppositional modun da ilkin göstəricisi nədir? Should işlənməsidir. O da Y variantıdır. Yəni üzünə baxan kimi. It's requested that all should be here. Yəni, görürsünüz və ya belə deyə bilər. Should ixtisar edirik, qalır. It's requested that all be here. Bare infinitive qalır. Should ixtisar olunandan sonra. A variantına baxırıq. Yəni o birislərdə should yoxdur deyə çıxırıq da. Bax burada demanded that he tell present subjunctive. It's imperative that you be present subjunctive. Bunlar isə C variantında I wish they didn't underestimate past subjunctive'dir və should rather he had paid past perfect subjunctive'dir.
Deməli 29-da biz artikellər qoymalıyıq. Fikir verin. Burada research sayılan tək isimdir. Sayılan tək isin qabağındakını boş qoymamalıyıq. C variantındakı boşluq getdi, Y variantındakı bu boşluq getdi. Sonra only a few olur da, düzdürmü? Burada only a few olanları saxlayaq. Burada only a few var, burada da only a few var. Burada boşluqdur only few kimi, bunu da çıxaq. Sonra a few of Z olmalıdır. Çünki a few of-dan sonra determiner gəlməlidir. Amma burada baxın, determinerin yeri boşdur. Ona görə də A variantı da çıxır. Of the male sparrows sang a different song. Burada song sayılan tək isimdir. Sayılan tək isimin qabağında özü də təyin edici ilə də a article from the standard tune. Burada da tune sayılan tək isimdir. Nəsə article olmalıdır. Boş qoymaq olmaz və cavab olur B variantı. 30-da biz cümləni complete eləməliyik və çox da rahat tapılır. The people inhabiting the north part of the island. Deməli, were told us. Were told passivdir. Passive feeldən sonra obyekt gəlməməlidir də. Yəni bu obyekti önə gətirib passive yaradırıq da. Passive yaradandan sonra niyə orada obyekt qalsın ki? Bu çıxır. Sonra told zət belə olmur yan-yana, bu da çıxır. Ask zət yan-yana olmur, bu da çıxır. Y variantında said to us olmalıydı, çatışmır, o da çıxır. Told us that it wasn't safe to walk without shoes on the coast. Yəni burada heç mənaya baxmağa ehtiyac yoxdur. Burada elə qrammatik cəhətdən zət olar, olmaz, nə bilim, obyekt olar, olmaz və salam. Told, till zətlə yanaşı olmur. Till obyektdən sonra zət qəbul edə bilər. Till to ilə yanaşı olmur. Till obyektdən sonra to qəbul edə bilər və ya till passivə düşəndə özündən sonra ya to ya da zət qəbul edə bilər. Yəni burada da cavab D variantı oldu. 31-də biz adverblərin mənalarını birləşdirmək və burada diqqətli olun, birinci cümlədə 2 dənə adverb var deyə, yəni diqqətli olun ki, birinciyə 2 dənəsini seçməliyik. Burada very təbii ki, dərəcə göstəricisidir deyə adverb of degree olur, yəni A və aggressively də hərəkətin tərzidir deyə ona manner veririk, yəni B. İkincidə honestly virgüldən ayrılıbdır, yəni biz buna modal sözlər deyirik. Modal sözlər həmçinin başqa adı sentence adverbdir və ona görə də buna C veririk və usually də tezlik bildirəndə diqqətli olun. Tezlik bildirəndən zaman bildirən fərqli şeydir. Hərəkətin hansı tezlikdə, yəni hansı tezlikdə təkrarlanır, yəni təkrarlanmanı bildirən zərflərdir deyə buna da D veririk. Yəni AB, sonra C, sonra D, o da olur B variantı. 32-də biz düzgün cümlə seçməliyik və burada görünür ki, bir neçə şeyə fikir vermək lazımdır. Burada A variantı düzgündür. They are accustomed to being asked to do something. Burada to be accustomed to ifadəsindən sonra gerund gəlir. Being asked və being asked gerudu passivdədir. Dilim dolaşdı. Burada passivdən sonra da to-lu gəlibdir. Asked nəyə? To do something, yəni nəyisə etməyə. Burada doğru oldu, götürürük. B variantına baxırıq. Tom is used to getting, deməli, to be used to ifadəsindən sonra gerund gəlir. Get'i gerund kimi veririk. Bu getdən sonra artıq causative quruluşu gəlir. Get his meal, cansız obyekt və nə olmalıdır? Participle to, cooked. Yəni participle to kimi cooked olmalıdır. Fikir verin, bir neçə şey birləşdiririk bir cümlədə. Sonra children used to play in this yard and spend. Baxın, burada used to bir zamanlar oynayardılar və bir zamanlar vaxt keçirərdilər. Yəni used to-ya 2 dənə feil aiddir. Used to play and used to spend. İkisi də used to-ya aiddir. Burada spend-ə ayıncı lazım deyil qoşmaq. Sonra D variantında got used to ifadəsindən sonra gerund gəlir. Have you, having olmalıdır. Həm də have canlı obyektlə işlənəndə bare infinitive olur, yenə də to olmamalıydı. Və Y variantında we use this machine to get, yəni burada use sadəcə istifadə eləmək feilidir. Ən ilkin mənasındadır. Ən ilkin mənasına istifadə eləmək. Biz bu cihazdan istifadə eləyirik. Nə üçün? To get, etmək üçün. Burada to-lu infinitive məsdər məqsəd mənasındadır ki, üçün kimi tərcümə olunur. To get our things, get plus cansız obyekt plus participle to olmalıdır. Get our things done olmalıydı. Yəni ona görə də bu da səhvdir. Düzgün cavab A variantı oldu. 33-də deməli əvəzləyin düzgün. Burada da oldu,
Sonra bothdur, içdir. Bunlar fikirləməliyik və bilirik ki, deməli iç aid olduğu mübtədadan sonra gələndə artıq təkləyici funksiyasını itirir. Heç elə bil ki, onu orada görmürük. Elə mübtəda cəmsi xəbərdə cəm olur belə. İndi burada hamısına baxırıq ki, onlar, içlər elə mübtədadan sonra gəlib, amma necə gəlib ona diqqət etmək lazımdır. Əgər cümlənin xəbəri bir feildən ifadə olubsa, yəni ki, biz onda ki, o feildən öncə veririk. Yox, əgər feil plus köməkçi kimi birləşibsə, onda birinci köməkçidən sonra qoymalıyıq. İndi baxaq, birincidə we each have to think. Yəni burada have to think-dən ayrılmamalıdır. Yəni bura ortasına lazım deyil feil qoymaq. Have to think birlikdədir. Ona görə də we each bu cür işləməsi doğrudur. İkiyə baxırıq. We all are aware. Belə olmalı idi ki, we are all aware. Elə ki, are aware xəbərdir və bu xəbərin ortasında işlənməli idi. We are all aware. İkini çıxdıq. Çık. Hamısı 7. Deməli, they have both made up their mind. Burada have made. Görürsünüz? Have made. Bax, bu da bizim xəbərimiz və both da bu birinci köməkçidən sonra gəlibdir. Bu da doğrudur. They will all attend. Burada will attend-dir. Görürsünüz? All harda gəlib? Birinci köməkçidən sonra. Əsasdan əvvəl köməkçidən sonra götürdük. The children both have lost. Burada have lost. Deməli, əsas və köməkçinin birləşməsidir. Both harda olmalıdır? Bax burada. Yəni köməkçidən sonra əsasdan əvvəl. Yəni 5 ona görə yanlışdır və cavab olur C variantı 1, 3, 4. 34-də biz deməli düzgün yəlikdir və müqayisədir. Bunların hamısını ümumiləşdirib bir cavab çıxartmalıyıq. Burada düzgün cavab Y variantıdır. Fikir verin, birə baxaq. Jasmine and Essence are much more interesting than James. Deməli, iki şeyin yəliyini müqayisə edirik də. İki əşya ya iki insanın yəliyini. Burada əgər sadəcə zən filan kəsin ki deyiriksə, onda yəlik veririk sonda. Zən James's. Özü də ki, bax bu insan adları var, S-lə bitir, amma təzədən S qoşmaya ehtiyac yoxdur. Amma biz onu tələffüzdə S varmış kimi səsləndiririk. Zən James yox, Zən James's belə deməliyik. Bir götürürük, ikiyə baxırıq. Zən Zətov, Zən Zozov birləşməsindən sonra təzədən yəlik vermirik. Yəni ki, belə deyək də, Zətov Zosov varsa apostrof falan vermirik. Zətov Zosov yoxdursa apostrof verməliyik. Ki, ikisi bir arada olmur. Ya biri olmalıdır, ya o birisi olmalıdır. Sonra 3-ə baxırıq. Much more interesting than those of James götürürük. 4-ə baxırıq. Much more interesting than those of James. Görürsünüz, those of verib də apostrof da verib. Bu yanlışdır. Bunu çıxıram. Və bir şey də baxırıq. Zən. Sadəcə zən verib. Zosov yoxdursa, demək, burada nə lazım idi? Apostrof olmalıydı. Belə. Ona görə də 5 yanlışdır. Elə ki, 5-də ikisini dağıtıbdır. Amma biz deyirik ki, ya biri olmalıdır, ya o birisi olmalıdır. İkisi də eyni arada olmaz və ikisi də eyni zamanda da çıxmaz. İkisindən biri iştirak eləməlidir. Ona görə də cavab oldu 1-3, yəni Y variantı. 35-də biz düzgün modalları qoymalıyıq. Amma cümlələrin mənalarına baxanda heç modala baxmağa ehtiyac yoxdur. Yəni əsas bax bu feillər bizə göstərəcək ki, cümləyə nə qoymalıyıq və burada düzgün cavab C variantıdır. Birincidə deyir ki, deməli bu Tomun təhsil haqqını ödəmək problemləri var idi. Yəni ödəyə bilmirdi. Deməli, B-də Tom might have stolen the money. Görünür ki, pul oğurlayan Tom imiş. Tom pulu oğurlamış ola bilərdi. Yəni biz Tomdan şübhələnirik ki, might have stolen ehtimaldır və keçmiş aiddir. Situasiya keçmişdədir və ehtimal verir ki, yəqin ki o idi oğurlayan, çünki onun pulla əlaqədar problemi var idi. İkinci cümlədə deyir ki, evdə etdən başqa heç nə yox idi. Deməli, mənim ayaqqabılarımı C variantı must have torn. Yəni ki, oymuş ayaqqabılarımı cıram. Burada da söhbət was, keçmiş situasiyadır. Ona görə də və təsdiq əminliyidir ki, onsuz da başqa heç kəsi yox idisə, mən əminəm ki, it imiş bunu edən. Must təsdiq əminliyidir. Situasiya keçmişdə olanda həmin must'ı perfect formada qoyuruq və birinci yəni A variantı da üçüncü cümləyə qoyuruq ki, shouldn't have bought. Shouldn't have o demək ki, yenə də situasiya keçmişdə də had və ona görə bitmişə qoymuşuq və shouldn't have da o demək ki, etməsə, amma etməyə ehtiyac yox idi. Yəni o qədər yemək almağa, nə bilim, ərzaq almağa ehtiyac yox idi, çünki evdə var idi, çox idi.
36-da biz sifətlərin növünü seçməliyik. Birincidə woolen jacket görürük. Deməli, material bildirənlər nisbi sifətlər adlanır. Bu orucda da var, əsli sifətlər və nisbi sifətlər. Deməli, material bildirənlər nisbidir və nisbi əvəzlik relativ olduğu kimi nisbi sifətlər relativ adjektivdir. Yəni, birə verəcək C variantını, deməli, bunu da çıxaq. Afraid, hal vəziyyət bildirən sifətdir. Müvəqqəti hal vəziyyət, yəni onların mənası, yəni stativdir. Başqa bir adı da var, addling, stativ adjektivlər və addlinglər. Addling, yəni A hərfi ilə başlayanlardır, hal vəziyyət bildirir. Yəni, ikinciyə verdik A-nı. Üçüncüdəki əsli sifətdir və onlar da qualitativ adlanır. Yəni, cavab olur D variantı. 37-də prepositionlar qoyacaq və burada cavab B variantıdır. In the final of the tournament, yəni ki, turnamentin finalı. Burada yəlik əlaqəsi var. Bunun finalı. Yəlik əlaqəsi olduğu üçün burada of qoyacaq. Əvvəlcə asanlarını deyirəm, yəni test yapılanlar. Sonra led, bax burada led feili, leaddir da, lead, məsələn, ortada somebody və ya something, somebody və ya something to nəyəsə. Yəni, bax, burada birbaşa olanda kiminsə nəyisə aparmaq, burada boşluğu işlənəcək. Led the US to the victory. Yəni, US-i apardı victory-yə. Bu US victory-ni kimin üzərində etdi? Over Norway, yəni Norveç üzərində qələbə. Yəni, bizdə də üzərində deyilir də, Norveç üzərində qələbə. Burada da in the final finalında. 38-də reflexive pronoun istəyir. Reflexive pronoun düzgün olduğu cümlə. O da qayıdışı vəziyyətdə sağ, o da D variantındadır. Yəqin ki, bu sual ancaq termini yoxlamaq məqsədi iləndir. O da himselfdir. Çünki başqa cümlələrdə reflexive pronoun yoxdur. 39-da düzgün numeral olan cümlələri seçməli. Bax, 1-ə baxın, 4 months old. Əgər biz defislərlə birləşdirirsə, yəni mürəkkəb sifət yaradırıqsa, bu mürəkkəb sifətdə şəkilçilər olmamalıdır. Yəni, burada cəmləmə şəkilçisi, yerlik şəkilçisi olmamalıdır. Ona görə bir yanlışdır. Və başqa yanlış olan, bax, bu 4-cü cümlədir. 3 quarters olmalıdır. Çünki bu deməli, kəsir sayına bərabərdir. Bax, belə yazılır. 3 quarters, surət 2 və daha artıq olanda məxrəcdəki say cəmlənməlidir. Ona görə də, bax, bu 4 səhvdir, 2 ilə 3 düzgündür. 2 million of the people, biz bilirik ki, bax, bu müəyyən miqdar sayı ismə ofizə ilə birləşəndə seçim mənasıdır ki, insanlardan 2 milyonu, insanların 2 milyon, insanlardan 2 milyon seçim mənasındadır. Üçüncüdə də 1 in 5 hybrid cars, 1 in 5, yəni 5də biri deməkdir. 1 in 5, 1 out of 5, bax, belə birləşir və təbii ki, isim cəm olmalıdır orada. Çünki ən azından burada 5-dən söhbət gedir də. Ona görə də 2 ilə 3 düzdür. Cavab olur B variantı. Və 40-cı sualda deyir ki, bu sözlərdən hansı cümləyə uyğun deyil? O da deyir, söz vermişdi ki, kitablarını charity-yə verəcək. Yəni ki, pulsuz vermək mənasındadır da. Book-u pulsuz vermək. Donate bəxş etməkdir. Give away-də pulsuz verməkdir. Contribute-da yəni öz hansısa əməyinə sərf eləmək, yəni nə isə pulsuz verməkdir. Distribute-da yaymaqdır, paylamaqdır, kitabların charity-də paylamaqdır. Bir dənə refrain mənfi mənalı sözdür. Refrain hansısa işdən boyun qaçırmaq, verməmək, etməmək mənasını verir. Ona görə də uyğun gəlməyən D variantıdır. Bununla da 8-ci trialımız bitdi. 9-cu trialda görüşərik.